Salam əziz izləyicilər. Rosterm kombimizin iç sistemini sizə təqdim edəcəyik. Motor Almaniyanın Grundfos motorudur, 1560 motordur. Erko qaz vayfı ilə təchiz olunub. Ən zəif qazanışı 35% qaza ekonomdur. Bloklar gördüyünüz kimi 3 yollu bloku və su doldurma bloku bronzadandır. 2 esenjorludur. Axıra kimi mis turubkalar gəlir. Bütün bloklardan esenjorlara turbaya keçidlər hamısı rezba sistemi iləndir. 3 yollu motoru GTS firmasınındır. Bütün kombilərə demək olar ki gedir. Yəni 90 Vatsin kombilərinə gedə bilir. Esenjor misləndi 23 santilik, 24 düyündə üstündə yazılır. L230 23 santilik. Fan 35 wattlık sadə fandır, list fandır, mis sarıq iləndir. Yüngül prosesdə atılandır. 11 ədədli 24-lərdə farzonkalar var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. İstəsəz Wi-Fi rejimdə var, üstündə Wi-Fi aparatda var, uzaqdan idarə etmək üçün. Yəni proqramı telefonunuza yazıb uzaqdan idarə edə bilərsiniz.